Salam, hər vaxtınız xeyir. Space Radionun 15:00 olan xəbər buraxılışıdır. Studiyada mənəm Diana Cəlali. Azərbaycan Rəqəmsal İnkişaf Şurası yaradılıb. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Efiopiyanın birinci xanımı Zinaş Tayaçev ilə görüşü olub. Prezident İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının baş naziri Abiy Əhməd Əli ilə təkbətək görüşü olub. Kəlbəcər və Xocavənd şəhərlərinə Cəbrailin Horovlu kəndinə köç kərvanları yola salınıb. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə 118 nəfər, Xocavənd şəhərinə 41 ailə 138 nəfər, Cəbrail rayonunun Horovlu kəndinə isə 40 ailə 196 nəfər köçürülüb. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Mərkəzi Rezervasiya Platforması təqdim olunub. Platforma bu fon üçün hazırlıq prosesinə həsr olunan mətbuat konferansında təqdim edilib. Bildirilib ki, tədbir iştirakçılarına otel rezervlərini daha rahat əlçatan etmək məqsədi ilə Mərkəzi Rezervasiya Platforması yaradılıb. Şamaxı sakini 47 yaşlı Könül Eminova kəsici alətdən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən onun ögey oğlu 17 yaşlı Murad Babayevi saxlayıb. Faktla bağlı araşdırma aparılır. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə az çiskinli, axşam isə yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Space Radionun 15 olan xəbər buraxılışını dinlədiniz. Növbəti xəbər buraxılışımız ilə 18:00-da görüşmək ümidi ilə. Studiyada Diana Cəlali idi.